bugüne qədər gedən fəaliyyətlərə baxdığımızda və kəsinliklə bir faktor nəzərə almaqla bu vəziyyətə baxmaq. Yəni, Azərbaycanın keçən 100 ildə Azərbaycana aid siyasi ənənənin olmaması, partiyaların formalaşması, siyasi fəaliyyət, Azərbaycan üçün can atma və bu bölgənin müqəddəratını təyin etmə çabası keçən 100 ildə İranın siyasi şəraitinə görə və istibdadi hökumətlərin o ölkədə hakimiyyətlərinə görə belə bir fürsət Azərbaycanda siyasi güclərə verilməmişdir. Yəni, bu çox önəmli faktordur ki, bilək ki, Azərbaycan yalnız 1-2 il qısa firqənin devri istisna olaraq siyasi ənənəyə sahib deyildir. Siyasi ənənəyə sahib olmamaq siyasətdə təcrübə olmamağın mənasındadır. Yəni, bu sahədə, siyasi teori sahəsində Azərbaycan adına, siyasi təşkilat Azərbaycan adına ya mətbuat və media Azərbaycan adına lazımi qədər meydana çıxma fürsəti tapmamışdı. Yəni, belə bir fürsət Azərbaycana və Azərbaycandakı siyasi və mətbuati fəallara verilməmişdir. Bunu bilməmiz çox önəmli bir şeydir. Buna diqqət yetirməsək və siyasi kültürün meydanda olmamasının negativ əsərləri bizim fikrimizdə necə formalaşıb və meydana çıxmasını da təbiətən bilməyimizdə zorluq çəkərik. Bu məsələyə əgər sən nümunə gətirmək istəsən və siyasi ənənənin olmaması necə bizi etkiləyib bugün deyə göstərmək istəsəm, bugün Azərbaycanın milli demokratik hərəkatında siyasi cəhətdən və hətta ideolojik cəhətdən aşırıcılığı, ifraticılığı həm ideoloji sahəsində və həm strateji sahəsində görmək olur. Nümunə gətirmək istəsəm, bugün İranın siyasi coğrafiyasında və hüquq sahəsində Azərbaycan ya Güney Azərbaycan dil baxımından, milli hüviyyət baxımından, torpaq, vətən və bölgə sahəsində, yəni Azərbaycan İranın siyasi coğrafiyasında heç bir statusa sahib deyil, heç bir hüquqa sahib deyil. Yəni, heç bir yerdə qeyd olunur ki, bura bir bölgədir, burada yaşayan insana aiddir, burada yaşayan insanın milli dili budur, milli kimliyi budur və uluslararası hüquqa dayandığımızda bu bölgə, bu xalqın yaşadığı olduğu yer üçün bu xalq bu bölgəyə qərar vermə haqqına malikdir. Yəni, bu haqq o statusun olmaması üçün Azərbaycanda ya Azərbaycanın özünün statusu olmamaq üçün uluslararası mövcud haqqdan da istifadə etmə imkanı onun əlindən alınır. Yəni, sadəcə sənin dilin bir ölkədə rəsmiyyətə tanınmırsa, sənin dilində məktəb qoyula bilirmi? Sənin milli hüviyyətin ölkədə rəsmiyyətə tanınmayınca, sənə o milli ya etniki, hər nə adın qoyuruq, o haqq rəsmiyyətə tanınırmı? Sənin yaşadığın bölgə, yəni Azərbaycan, Güney Azərbaycan, ora hüquqda, anayasada rəsmiyyətə tanınmayınca, dövlət tərəfindən və ya uluslararası hüquq açısından sənə bir hüquq rəsmiyyətə tanınırmı? Yəni, bizim xalqımızın haqqını əldə etmək üçün onun varlığı rəsmiyyətə tanınmalıdır. Bölgəsi rəsmiyyətə tanınmalıdır. Bölgəsinin idarəsi orada yaşayan xalqa aiddir deyə rəsmiyyətə tanınmalıdır. Bunun adı siyasi, kültürel, kimliksel, dilsel status qazanmaqdır bir ölkədə. Və ya ən azı elə bir mücadilə bu bölgədə getməlidir ki, de facto sən içəridə və eşikdə rəsmiyyətə tanınma bir durumundasan. Bugün kütlənin durumu o durumdadır. Bu rəsmiyyətə tanınmanın ən önəmli yönü xalqın yaşadığı bölgənin rəsmiyyətə tanınmasıdır. Sınırları bəlli olmasıdır. Bu sahədə bir İran tarixində hüquq var. Məşrutə inqilabında yazılan o mütəmmim qanun əsasında
Əsli Əncümənhay iyaləti və vilayəti var. Orada Azərbaycana bir hudud tanıyır. Mən şəxsən özüm o hududu hələ dəqiq araşdırmamışam. Amma hər halda bir hüquqdur. Bugün bizim siyasi status qazanmamızda o topraklar, o sınırlar, o sərhədlər, yəni Azərbaycanın, Güney Azərbaycanın sərhədləri hardan keçir deyə onun təyin olunması bizim xalqımızın gələcəyi üçün ən mühüm rol oynayan bir faktordur. Niyə? Çünki toprağın genişliyi bir xalqın rifahının formalaşmasına ən mühüm rol oynayır da. Orada su qaynaqları, yeraltı qaynaqlar və başqa qaynaqlardan yararlanmaqla sənin xalqın yaşayacaq da. Bu nümunəni niyə gətirdim? Ki göstərim necə bir bölgədə və ya bir xalqın siyasi ənənəsi olmasa, yəni siyasi təcrübəsi, siyasi bilimi olmasa, necə eləyə bilər onun siyasi hərəkətlərində negativ əsər qoyub, ona aşırıcılığa, ifratçılığa çəksin. Burada bizim siyasi fəallarımıza, siyasi hizblərimizə, siyasi liderlərimizin qarşısına çox böyük bir sual çıxır. Əcəba biz, yəni Azərbaycanın siyasi gücü Güney Azərbaycana daha geniş bir ərazidə Güney Azərbaycan dövlətini qurmaq istəyirsə, istiqlal şüarı ilə bu geniş əraziyə əl tapa bilər, ya yox, federal şüarı ilə bu geniş əraziyə sahib ola bilər. Yəni sadə dillə İrandan ayrılaq deyə şüarı ilə eləyə bilər daha çox ərazini Güney Azərbaycanın siyasi coğrafiyasına getirsin, ya yox, İranın içində həll edəcəyik deyə və İranın siyasi coğrafiyasında yalnız Güney Azərbaycan deyil, başqa bölgələrdə yaşayan türklərin gücləri bir arada olaraq daha geniş ərazini Güney Azərbaycana siyasi coğrafiya qılmaq olar. İranı tanıyana, Türk xalqının tanıyana, geçən 100 ildə bu Türk xalqı hansı şiddət və hansı siyasətlərə məruz qalmağını bilənlərə sual o qədər sadədir ki, çox düşünməyə belə ehtiyac qoymur. Əgər bu iki alternativi yalnız bir faktorla cavab verim, çünki negativ faktorlar orada çoxdur. Amma bir faktora işarə eləyim, onda bəlli olar ki, bizim umum hərəkətimizdə siyasi təcrübənin səviyyəsi harda durur. Əgər istiqlal şüarı ilə Güney Azərbaycana topraq qazanmaq istəsək, orada böyük bir fəlakətlə qarşı-qarşıya duracaq. Niyə? Çünki orada iki güc bir-biri ilə birlikdə Azərbaycana hücum gətirəcəklər. Birisi mərkəzi dövlət, onun ordusu, İkincisi də həqiqətən istiqlal istəyən kütlədir ki, Azərbaycanı qərbini Kürdistan qılmaq istəyirlər. Halbuki federal şüarında istər-istəməz Kürdistanla Azərbaycan mərkəz gücünün qarşısında bir-birinin yanında durma məcburiyyətində olacaqlar. Burada prensiplərdən danışıram ha. Kürdlərin ilhaq tələbanə siyasəti Azərbaycanda və biz onunla necə qarşılaşacağıq deyə başqa bir siyasət, başqa bir aləmdir. Ora indi toxunmaq istəmirəm. Onu başqa yerdə danışmışam və lazım olursa da o sahədə dərinləşə bilərik. Amma mövzumuza qayıtdıqda baxırıq, görürük ki, o istiqlal istəyən, həqiqətən hamısı məməyyəndən pəpəyyəni istiqlal istəyən Kürdlər bilirlər ki, İranda hələ lazımi status sahibi olmayıblar. Elə ona görə də istiqlal istəmələrinə rəğmən əsli gücləri və geniş vasitədə şüar federalizmidir. Amma həman vəziyyətə baxdığımızda, Azərbaycana döndüyümüzdə siyasi təcrübəsizlik, siyasi gücsüzlük və siyasi təşkilatlarımıza baxdığımızda görürük ki, istiqlalçı təşkilatların qat-qat sayısı çoxdur. Və həman kəsimə baxdığında diqqəti burada deyil ki, Güney Azərbaycana siyasi status qazanmaq lazımdır. Amma baxsan görürsən ki,
o təşkilatlar turançılığa daha çox zaman qoyurlar. Bir çoxu Güney Azərbaycana aid olan bir siyasi qrup Azərbaycan Respublikasının rəsmi bayrağını Güney Azərbaycanda özünün rəsmi bayrağı tanıtdırır. Bəzisi də bir devlətin, Azərbaycan devlətinin rəsmi bayrağının ortasından Araz çayını süzdürür və güney-quzeyi o vasitə ilə bayrağa yerləşdirir. Burada tarixi siyasətdə təcrübəsizliyimizə və Azərbaycanda siyasi ənənənin zəif durumda olmasını göstərməklə hamımızı bu faktora dəvət edirəm ki, hər bir siyasi strateji konusunda bir dəfə deyil, 2 dəfə düşünün. Hətta başqa milli hərəkatın başından keçən təcrübələri də dünya səviyyəsində gözdən keçirək. Düşündüyüm budur ki, bu təcrübə yolunu seçmirsək, həm xalqımız və həm Azərbaycanımız böyük itkilər və ziyanlarla qarşı-qarşıya gələcəkdir.